OTK sınağına salınmış növbəti sualın izahına baxırıq. ABC ədədlərin ədəd ortası 150 olarsa, M, N və K ədədlərin ədəd ortasını tap bizdən istənilir. Ədəd orta nə deməkdir? Ədədlərin cəmini onların sayına böləcəyik. Yəni A, B, C toplayıb 3-ə bölsək olacaq 150. Belə çıxır ki, A, B, C cəmi olur. 150-ni 3-ə vururam 450. Yaxşı. İndi gəlin M, N və K-nı tərəf-tərəfə toplayaq. M üstəgəl N üstəgəl K bərabərdir. A, burada da A var. 2 dənə A üstəgəl. Görürsünüz ki, B, B. 2 dənə B üstəgəl. C-lər də 2 dənə olduğuna görə 2C yazacağım. Yəni burada nə etdik? Bizə verilən bu ifadələrin uyğun olaraq sol tərəflərini və sağ tərəflərini topladıq. Və burada M üstəgəl N üstəgəl K bərabərdir. 2-ni ortaq vuruq kimi çıxarsaq A üstəgəl B üstəgəl C cəmi yaranacaq. Onun da yerinə qoyacağıq 450. Və bunun yerinə əgər 450 qoysaq, 2-ni də 450-yə vursaq olacaq 900 və ədədi orta bizdən istənilir. O zaman biz nə etməliyik? Ədədlərin cəmini onların sayına bölməliyik. Yəni 3-ə bölməliyik bu cəmi. Onda 900-ü 3-ə böləndə düzgün cavab 300 olar. Yəni D variantı.